Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz məhsul növdür. Əvvəla onu öyrənək ki, ingilis dilində 2 dənə növ var. Bunlardan biri məlum növ, digəri isə məhsul növdür. Məlum növ nədir? Məlum növdə hərəkət kim tərəfindən icra edilir, bu bilinir. Məsələn, Aytən məktubları göndərdi. Burada bilinir ki, məktubları göndərən Aytəndir. Məhsul növdə isə adından da göründüyü kimi hərəkəti icra edən şəxs məlum deyil, məhculdur. Yəni bilinmir ki, kim tərəfindən edilibdir. Məsələn, məktublar göndərildi. Burada məktubların kim tərəfindən göndərildiyi məlum deyil. Buna görə də bu məhsul növdür. Deməli, məlum növ hərəkəti icra edən, hərəkəti yerinə yetirən şəxs bilinir, amma məhsul növdə hərəkəti yerinə yetirən bilinmir. Məlum növ ingilis dilində active voice, məhsul növ isə ingilis dilində passive voice-dur. Gəlin nümunəyə baxaq. Məsələn, Mary writes a letter. Mary məktub yazır və ya a letter is written. Məktub yazılır. Mary məktub yazır. Burada bilinir ki, məktubu yazan Mary'dir. Yəni məlum növdə artıq bu. A letter is written, yəni məktub yazılır. Artıq məktub kim tərəfindən yazılır, bu bilinmir. Bu da olur məhsul növ. Məhsula çevrilmək üçün müəyyən qaydalar var. Yəni bizə bir məlum növdə olan cümlə verilir. Yəni mübtədası olan, hərəkəti icra edən şəxsi olan bir cümlə verilir. Biz o cümləni məhsul növə çevirməliyik. Həmin cümləni, verilən cümləni məhsula çevirmək üçün bəzi addımlar var. Bu addımları izləmək lazımdır. Birincisi, məlum növün cümləsinin mübtədası mütləq silinməlidir. Məsələn, yuxarıdakı nümunəyə baxsaq, birinci cümlə, yəni Mary writes a letter, bu məlum növdür. Bunu məhsula çevirmək üçün mütləq mübtədanı, yəni hərəkəti icra edən şəxsi silməliyik. Ona görə də Mary ilə cümlə başlaya bilməz. Daha sonra cümlənin tamamlığını gətirib mübtədanın yerinə qoyuruq. Yəni, Mary writes a letter cümləsində Mary'ni sildik, mübtədanın eynisini yaza bilmərik. Sonra tamamlığı, yəni bu üçüncü sözü. Tamamlıq harda işlənir? Tamamlıq əsasən feildən sonra gələn sözdür. Lap belə biraz zəif olan şagirdlər üçün də belə eləyə bilərsiniz. 1, 2, 3 olaraq saya bilərsiniz. Əsasən üçüncü söz tamamlıq olacaqdır və həmin söz tamamlıq gəlməlidir cümlənin əvvəlinə. Daha sonra zaman eyni qalır. Yəni, məlum növdə cümlə hansı zamandaydı? Writes indiki zamandaydı. Məhsul növdə də cümlə zaman eyni qalmalıdır. Cümlədə zaman eyni olur. Yəni, indiki zamanda olan cümləni məhsulda gətirib keçmiş zamana salmaq olmaz. Və ya indiki davam edicini keçmiş davam edici eləmək olmaz. Zaman eyni qalır. Sadəcə olaraq forma dəyişməlidir. Formada necə dəyişir? To be üstə gəlinsin participle to düsturuna uyğunlaşır. Yəni, to be indiki zamanda nə olur? Am, is, are olaraq dəyişir. Ona görə də eleta ilə, məktub sözü ilə is işlədirik. Daha sonra üzərinə participle to gəlirik. Participle to nə idi? Keçmiş zaman feili sifəti idi. Necə düzəlirdi? Ya feillərin sonu ed artıracağıq, ya da feilləri kökündən dəyişib üçüncü formaya salaraq düzəltmək lazımdır. Deməli, bəs məlum növdəki mübtədaya nə olur? Yəni, yuxarıda dedik ki, məhsul növə çevirəndə məlum növün mübtədasını silməliyik. Nə baş verir? Ya mübtədanı tamamən silirik, yəni cümlə həmin mübtəda ilə qəti olaraq başlamır. Ya da ki, by və with-dən istifadə edərək cümlədə istifadə etmək mümkündür. Canlıları, yəni mübtəda əgər canlıdırsa, məsəl üçün Mary canlıdır. Biz bunu by ilə istifadə edirik. Yox, əgər mübtədamız cansız olsa, bu zaman onu with-dən istifadə etmək lazımdır. Yəni, həmin mübtədanı ya tamamən silirik, ya da ki, by və with-lə istifadə etmək şərti ilə istifadə edirik cümlədə. Yəni, by with olmasa, mübtədanı qəti olaraq cümləyə yazmırıq. Canlılarla dediyim kimi by, cansızlarla isə with-dən istifadə edirik. Məsələn, nümunəyə gəlin baxaq. He bought a car. O, maşın aldı. Deməli, bu məlum növdə olan bir cümlədir. He bought a car, artıq maşın kim tərəfindən alınıb bilinir. Deməli, burada nə etmək lazımdır? Ya he tamamən silmək lazımdır, ya da ki, cümlədə he canlı olduğuna görə by ilə istifadə etmək lazımdır. Deməli, birinci addım nə idi? He silməkdir. Yəni, həmin cümlə, məhsul növ cümlə, məlum növ cümlənin mübtədası ilə başlaya bilməz. Yəni, he ilə başlayan cümləni məhsulda he ilə başlatmaq olmaz, mümkün deyil. Yaxşımı? Belə eləyirik. Daha sonra cümlənin tamamlığını gətirib eləyirik mübtəda. Cümlənin tamamlığı hansı idi? Feilin yanındakı. Tapa bilməsəz 3 söz olaraq sayarsınız, taparsınız. Deməli,
Cümlənin tamamlığı gəldi oldu mübtəda. Daha sonra zamanı uyğunlaşdırırıq to be üstəgəlsin participle to düsturuna, ya tamamilə istifadə eləmirik. Məsələn üçün a car was bought-da tamamilə istifadə eləməmişik. Ya da ki, by-dan istifadə eləməklə cümləyi yazırıq. Yəqin ki, fikir verdiniz, burada he idi, yəni məlum növdə he idi. Məhsul növdə mən bunu elədim him. Çünki məlum növdə adlı halda olanlar məhsul növdə obyekt hala düşməlidir. Yəni he-dirsə him yazmaq lazımdır. I-dirsə me yazmaq lazımdır. Z-dirsə them yazmaq lazımdır və s. Bu cür istifadə etmək lazımdır. Və ya they sell milk in this shop. Burada nə edirik? Deməli, they ilə başlayır. Buna görə qəti olaraq cümləyə they ilə başlamaq olmaz. Cümlənin tamamlığı ilə, yəni milk ilə başlayırıq cümləyə. 1, 2, 3-cü gələn sözlə başladıq. Sonra zaman eyni qalmaq şərti ilə to be üstəgəlsin participle to düsturunu tətbiq edirik. Daha sonra ya by them yazırıq, yəni canlı olduğuna görə yenə by them yazırıq. Fikir versəniz, yenə eyni ilə də adlı haldadırsa bunu dəyişib eləmişik obyekt halda. Bəs məlum növün cümləsinin tamamlığına nə baş verir? Məlum növün cümləsindəki həmin o tamamlığı gətirib nə eləyirdik? Biz mübtəda eləyirdik. Həmin tamamlıq tutalım ki, obyekt haldadırsa adlı hala keçir. Yəni cümlənin mübtədası, məlumun mübtədası adlıqdırsa obyektə keçir. Məlumun tamamlığı tutalım ki, obyekdirsə onu gətirib adlığa keçirik. Yəni bir-birinin tərsi olur və xəbəri ona uyğunlaşdırırıq. Yəni xəbər bu səfər mütləq nə ilə uzlaşmalıdır? Cümlənin tamamlığı nədirsə ondan uzlaşmalıdır. Məsələn, he has settled the problems. O problemləri həll eləmişdi. Deməli, burada he ilə başlaya bilmərik cümləyə, çünki he cümlənin mübtədasıdır. Onunla başlamaq olmaz. Cümlənin tamamlığı ilə başlayırıq. Xəbərdən sonra gələn söz, yəni the problems-dan başladıq. Daha sonra cümlənin zamanını biz təyin eləməliyik ki, bu hansı zamandır? Has settled, indiki bitmiş zamandır. Biz bunu dəyişəndə tutalım ki, cümlədə hasdirsə və participle to gəlibsə, biz bunu ya has been, ya da ki, have been formasında dəyişməliyik. Yəni problem sözünü yazandan sonra qərar veririk ki, has been yazaq, yoxsa have been yazaq. Burada da problem sözü cəmdə olduğuna görə bununla mütləq have been istifadə eləmək lazımdır. Beni də unutmuruq. Bitmiş zamanlarda mütləq bindən istifadə eləmək lazımdır. Deməli, neylədik? Cümlənin tamamlığını əvvələ keçirib mübtəda elədik. Yəni, the problems məlum növdə tamamlığı idi, məhsul növdə nə oldu? Mübtəda oldu. Daha sonra deyir, tutalım ki, əgər, həmişə belə olmur da, əgər cümlədə həmin o cümlənin tamamlığı obyekt haldadırsa, biz bunu məhsulda adlı hala çevirməliyik. Məsələn, baxaq, her friends left her alone in the house. Burada cümlənin tamamlığını gəlin tapaq, xəbərdən sonra işlənən, yəni her-dür. Her nədir? Her obyekt haldadır. Biz bunu gətirib mütləq adlı hal eləməliyik. Yəni cümləyi her-lə başlamayacağıq. Her-ü dəyişəcəyik. Cinsin eyni saxlarıq. Yəni orada him olsa artıq her she yazmaq olmaz. Her-dürsə she yazırıq. Him olsa he yazacağıq və s. Cinsi eyni qalacaqdır. Sadəcə olaraq həmin o obyekt halda olan tamamlığı gətirib adlı hala salırıq, şey eləyirik. Daha sonra cümlənin geri qalanını digər addımlarla tamamlayırıq. Yəni cümlənin birinci zamanını tapırıq. Left keçmişdir. Keçmişdə ya was olmalıdır, ya da were olmalıdır. Mütləq uzlaşmalıdır. Cümlənin mübtədası ilə she ilə məsəl üçün were ola bilməz. She ilə was istifadə eləyirik. Daha sonra left, yəni participle to yazıb, daha sonra cümlənin geri qalanındakı hissələri olduğu kimi köçürürük. Yenə də tamamlığı tapmaq üçün nə etmək lazımdır? Bayaq sizə dedim. Məlum növ cümlənin xəbərindən sonra gəlir. Məsəl üçün, Sarah picked the berries. Burada cümlənin xəbəri hansıdır? Pickdir. Ondan sonra gələn sözdür. Bəzi dediyim kimi şagirdlər zəifdir. Onlar seçə bilməyəndə 3 olaraq saysınlar. 1, 2, 3 olaraq. Həmişə olmur, amma əksər hallarda bu işə yarayır. Deməli, məhsula hansı cümlələr çevrilir? Heç də bütün cümlələri biz məhsulda yaza bilmərik. Yəni, ingilis dilində elə cümlələr var ki, elə Azərbaycan dilində də elə cümlələr var. Həmin cümlələri məhsulda işlətmək olmaz. Məsələn, yağış yağdı cümləsini yağış yağıldı demək olmaz da, elə deyil. Azərbaycan dilində deyə bilmədiklərimizi ingilis dilində də əlbəttə ki, deyə bilmirik. Yəni, Azərbaycan dilində də hər cümlə məhsula çevrilmir. İngilis dilində də eyni ilə bəzi cümlələr məhsula çevrilmir. Bəs hansı cümlələr məhsula çevrilə bilməyən cümlələrdir? Bunu daha geniş öyrədəcəm birazdan. Məhsul olmayan cümlələrdə öyrənəcəyik.
Yaxşı, baxaq. Birincisi, əlbəttə ki, tamamlığı olmayan cümlələr. Əgər bir cümlədə tamamlıq yoxdursa, nəyi mübtəda eləyib məchula çevirmək mümkündür? Əlbəttə ki, belə bir şey mümkün deyil. Yəni cümlənin tamamlığı yoxdursa, həmin cümlə qəti olaraq məchul növə çevrilə bilməz. Eləcə də it ilə başlayan şəxssiz cümlələr. Yəni siz burada qarışdırarsınız, deyərsiniz bəlkə it ilə başlayan heç bir cümlə çevrilmir. Belə bir şey yoxdur. It ilə başlayan şəxssiz cümlələr çevrilmir. Yəni ola bilər ki, it ilə başlayır həmin cümlə, amma çevrilə bilər. Sadəcə olaraq əgər həmin cümlə şəxssiz cümlədirsə, həmin cümlə qəti olaraq məchul növə çevrilə bilməz. Məsələn, it is raining, yağış yağır. Yağış yağılır deyə bilməyəcəm ki, mən burada. Bu şəxssiz cümlədir. Bunu da çevirmək olmaz. Bir də ki, biz keçən dərslərimizdə öyrənmişik, ingilis dilində təsirli feillər var, bir də təsirsiz feillər var. Mən sizə demişdim ki, bunu nəyə sualı ilə verin, asanlıqla tapın. Nəyin sualını deyə bilirsinizsə həmin feilə, demək ki, həmin feil təsirlidir. Təsirlidirsə məchula çevrilir. Yox, əgər təsirsizdirsə, yəni siz ona nəyin sualını verə bilmirsinizsə, demək ki, həmin feil təsirsizdir. Nəyin sualını verməyəndə demək ki, həmin cümlədə tamamlıq da yoxdur. Tamamlıq olmayan cümlələr də əlbəttə ki, məchula çevrilmir. Məsələn, cry ağlamaq deməkdir. Ağlamaq nəyi deməyəcək? Run qaçmaq nəyi deməyəcək əlbəttə ki. Amma yazmaq deyəndə nəyi deyirik, oxumaq deyəndə nəyi deyirik, sındırmaq deyəndə nəyi deyirik. Və eləcə də zamanlardan 3 dənə zaman var ki, həmin 3 zaman qəti olaraq məchulda işlənməz. Bunlar hansılardır? Gələcək davam edici, indiki bitmişin davam edicisi, bir də keçmiş bitmişin davam ediciləri gələcək məchul növdə istifadə edilə bilməz. Aha, bir də məsələ nədir? 2 dənə tamamlıq olan cümlələr. Yəni biz bayaq nə dedik? Dedik ki, cümlədə əgər tamamlıq vardısa, həmin tamamlığı gətirib mübtəda yerində məchulda istifadə edirik. Bəs cümlədə 2 dənə tamamlıq var, tutam ki, onda necə olacaqdı? Bu feildən asılıdır. Bəzi feillər vardır ki, həmin feillər olanda ola bilsin ki, hər iki tamamlığı gətirib məchul növün cümləsinin mübtədası eləmək olur. Amma bəzi feillər də vardır ki, həmin feillərdən sonra işlənən tamamlıqlardan yalnızca birini mübtəda roluna keçirmək olar. Bunların da fərqi necə olacaqdır? Vasitəsiz tamamlıqlar vardır. Məsəl üçün buy almaq, sell satmaq, read oxumaq, write yazmaq, recommend təklif etmək, tövsiyə vermək daha doğrusu, prove sübut etmək və s. bu kimi feillərdir. Bunlar olan cümlədə yalnızca bir dənə tamamlığı götürüb mübtəda eləmək olar. Amma bəzi feillər vardır ki, məsəl üçün to give vermək, to send göndərmək, to pay ödəmək, to promise söz vermək. Bu kimi feillər olanda nə etmək olar? 2 dənə də tamamlığın ikisini də ayrı-ayrılıqda əlbəttə ki, cümlənin mübtədası yerinə gətirib istifadə eləmək olar. Bunu əslində bilmək üçün bu feillərin hamısını heç də əzbərləməyə ehtiyac yoxdur. Əgər siz cümləni tərcümə edə bilirsinizsə, bunu asanlıqla eləyə bilərsiniz. Məsələn, they gave him the letters. Onlar ona məktubları verdi. Deməli, həm deyə bilərəm ki, öz dilimizdən götürək, ona məktublar verildi. Elə deyil. Bir də deyə bilərəm ki, məktublar ona verildi. Deməli, bu cümlədə həm himi cümlənin dəyişib mübtədası eləmək olur, həm də ki, letter sözünü cümlənin mübtədası rolunda istifadə eləmək olur. Lakin, her mom bought her a book. Onun anası ona kitab aldı. Burada necə deyəcək? Ona kitab alındı deyəcək. Elə deyək, yəni kitab gələcəkdir cümlənin mübtədası funksiyasına. Amma herdən istifadə o kitab alındı deməyəcək. Yəni hörü gətirib artıq burada şey eləmək mümkün deyil. Yəni bu feilləri bilməsəniz belə əzbərləmək yaxşıdır, amma əzbərləməsəniz belə əgər tərcüməniz vardırsa, bunu asanlıqla öyrənə bilərsiniz. Yəni tapa bilərsiniz cavablarda da. Deməli, xəbərin dəyişməsi necə olacaq? Yəni, biz hansı zamanlarda nəyi necə dəyişəcəyik? Gördük ki, cümlə indiki sadə zamandadır. Bu zaman onu am, is, are üstə gəlsin participle one düsturu ilə dəyişəcəyik. Yəni, go, goes, run, runs və s. İndiki sadə zamanda olan feillər vardısa, üstə gəl do və does vardısa, yadınızda isə indiki sadə zamana sual verəndə do does'dan istifadə edirik. Biz bunu dəyişəndə am, is, are üstə gəlsin participle to düsturu ilə dəyişmək lazım. One yazmışam.
participle to düsturu ilə dəyişmək lazımdır. Yox, əgər cümlədə keçmiş zamana aid sözlər var, did, played, went kimi, ya kökündən dəyişən went kimi, ya da ki, deməli ed artırılan, eləcə də did olanda bunu was were ilə participle to ilə dəyişmək. Yəni cümlədə did gördünüzsə tutalım ki, variantda mütləq əlbəttə ki, cümlənin mübtədasına uyğun olaraq was və ya were axtarmaq, üstə gəlsin participle to axtarmaq lazımdır. Cümlədə əgər have has varsa, demək ki, bu bitmiş zamandır. Bunu da dəyişəndə have been, has been ilə dəyiş. Amma heç də have has olan bütün cümlələr bitmiş zaman olmur. Ola bilər ki, cümlədə have to var. Burada olacaqdır. Deməli, indiki zamanda malı məli əvəz edicisi, yəni mastın əvəz edicisi olacaqdır. Bu zaman artıq əmizar üstə gəlsə participle to axtaracağıq. Və yaxud da ki, have-dən sonra birləşmələrdirsə, yəni have, tea kimi, məsəl üçün çay içmək mənasında. Deməli, bu olanda artıq bu indiki zaman sayılır. Yəni have-dən, has-dən sonra mütləq participle to gəlməlidir ki, bitmiş zaman olsun və bitmiş zaman olanda artıq have been, has been. Görürsüz, bunun yanına been yazmışam. Yəni təkcə have və ya has olaraq istifadə edilmir. Məchul növdə have-in, has-in yanında mütləq bindən istifadə edilməlidir. Eləcə də had olanda had-in yanında yenə participle to olmalıdır ki, biz bilək ki, bu nədir? Bu keçmiş zaman, keçmiş bitmiş zaman formasıdır. Əgər had-in yanında participle to vardısa, bilirik ki, bu keçmiş bitmiş zaman formasıdır və had been üstə gəlsi participle to-dan istifadə eləyirik. Eləcə də cümlədə will və ya shall olanda bu asandır. Artıq will be-dən və shall be-dən istifadə edirik. Yəni təkcə will-dən və shall-dən yox, yanında mütləq be istifadə edilməlidir. Əgər yanında be olmasa məhcul növdə bu artıq düzgün hesab edilməyəcəkdir. Would vardısa, would be-dən istifadə edirik. Yəni would-un da yanında mütləq birdən istifadə edilməlidir. Üstə gəlsin participle to düsturuna da uyğun olmalıdır. Əmizar going olsa, indi əmizar going olmaz, əmizar running olar, əmizar məsələn is raining olar. Is raining düşməz də, is raining düşmür. Yağış yağmaq mənasında. Məsəl üçün going olmazsa başqa bir feilin sonuna ing artırırlar. Burada going-i nümunə olaraq yazmışıq. Bu zaman əmizar üstə gəlsin being, üstə gəlsin participle to-dan istifadə edilməlidir. Yəni burada being-dən mütləq halda mütləq şəkildə istifadə etmək lazımdır. 8-incisi isə was were üstə gəlsin going. Yenə dediyim kimi burada going dəyişər. Writing olar, reading olar, cleaning olar və s. Bu ing olan feil dəyişə bilər. Amma cavabda nə seçmək lazımdır? Was were üstə gəlsin being, üstə gəlsin participle to. Yəni ya was being participle to, ya da ki were being participle to-dan istifadə etmək lazımdır. Eləcə də will have gone olanda will have, have-in yanına əlbəttə ki, been olacaqdır. Üstə gəlsin participle to düsturundan istifadə eləyəcəyik. Deməli, əgər normal cümlə deyilsə, yəni təsdiq cümlə deyilsə, bu zaman inkar cümlədirsə necə olacaqdır? İnkar cümlədirsə, təsdiq ilə eyni dəyişəcək. Yəni, təsdiqdə yuxarıda istifadə elədiyimiz bütün qaydalar inkar cümlə üçün də keçərli olacaqdır. Sadəcə olaraq nəyə diqqət edirsiniz? İnkarlıq qalmalıdır. Yəni, tutalım ki, məhculda bizə bir inkar cümlə veribdir. Bizim artıq onu təsdiq eləmə haqqımız yoxdur. Cümlə inkardırsa, məlumda daha doğrusu, onun məhculda da inkar vermək lazımdır. Sadəcə həmin cümləyə çox vaxt götürüb başqa bir inkarlıq yazırlar. Yəni, iki inkarlığı nobody ilə tutam ki, isn't yazırlar. Bu səhv sayılacaq artıq. Səbəb də o ki, bir cümlədə iki inkarlıq işlənməz. Bir də ki, məlumda anybodydirsə, məhculda nobodydən istifadə eləmək lazımdır və bir cümlədə burada qeyd elədiyim kimi 2 dənə inkarlıqdan istifadə eləmək olmaz. Gəlin nümunəyə baxaq. Məsələn, they don't call anybody to the birthday party. Deməli, don't call burada inkarlıq cümlədir, inkar cümlədir. Anybody-ni gətirib nə etmək lazımdır? Anybody-ni əlbəttə ki, nobody ilə əvəz eləmək lazımdır. Daha sonra cümlənin zamanına uyğun olaraq digər şeylər olduğu kimi qalır. Yəni, yuxarıdakı qaydaları bura tətbiq eləyirik. Don't-dursa əlbəttə ki, əmizar, təbii ki, mübtədaya uyğun olaraq. Burada indi mübtəda nobody olduğuna görə izdən istifadə eləmişik. Is üstə gəlsin participle to, daha sonra cümlənin geri qalanı olduğu kimi köçürülür. Bir də ki, biz diqqət edəcəyik nəyə? Keçmiş və indiki zamanı eyni olan feillərə. Bunlar hansı feillər idi? Let, get,
cut və s. bu feillərin keçmiş ilə indiki zamanı eynidir. Burada nəyə diqqət eləyəcəyik? Cümləyə baxacağıq. Əgər cümlədə keçmiş ilə indiki zamanı eyni olan let, get, put və s. bu kimi feillər işlənibsə, üçüncü şəxsin təkində bu feillərin sonuna s yazıbsa, demək ki, SES yazıbsa, demək ki, bu indiki zamandır. Və indiki zaman olduğuna görə cavablarda əmizlər üstə gəlsin participle to düsturu ilə seçəcəyik. Məsəl üçün, she puts flowers in the basket. Burada putun sonuna s yazdığına görə təyin edirik ki, bu indiki zamandır. İndiki zaman olanda əlbəttə ki, cümlədə artıq was were yazmırıq. Bunun yerinə şəxsə də uyğun olaraq, əlbəttə ki, mübtədaya uyğun olaraq əmizlərdən istifadə edirik. Yox əgər üçüncü şəxsin təkində, yəni həmişə she olmur, he, she, it bir adam adı və təkdə olan isimlər olur. Feilin sonu SES artırmayıbsa, putu tək işlədibsə, məsəl üçün s yazmayıbsa, SES yazmayıbsa, bu zaman nə edirik? Bu zaman was'dan və ya were-dən istifadə edirik. Məsələn, she put flowers into the basket. Burada təyin edirik ki, putun sonuna s yazmadığına görə burada keçmiş zamandır. Keçmiş zaman olanda cümlədə ya was olmalıdır, ya da ki were olmalıdır. Daha sonra participle to-dan istifadə edirik. Bu qədər sadədir. Yaxşı, bəs sual cümləsini necə məchula çevirmək lazımdır? Sual cümləsini, verilən sual cümləsini məchula çevirmək üçün addımlar biraz oxşardır. Necə olacaq? Mübtədanı bəribaşdan silmək lazımdır. Sonra yenə ikinci addımda eynidir. Tamamlıq yenə gəlir. Cümlənin mübtədası olur. Zaman dəyişmir. Yəni cümlənin sual cümləsinin zamanı keçmişdirsə, məhsul növdə də sual cümləsinin zamanı keçmiş zamanda olmalıdır. Və xəbər yenə to be üstə gəlsin participle to düsturuna uyğun olmalıdır. Sadəcə olaraq burada əlbəttə ki, söz sırası dəyişməlidir. Birinci sual söz gəlir, daha sonra köməkçi feil gəlir, daha sonra mübtəda, daha sonra isə ən sonda xəbər istifadə edilir. Məsələn, why did they cut the trees? Bu bizə verilən bir sual cümləsidir. Birinci məqsəd nədir? Why-ı olduğu kimi saxlamaqdır. Çünki sual söz dəyişməyəcək. Olduğu kimi qalsın. Daha sonra biz nə edəcəyik? Deyə cümləyə yazmaq olmaz. Çünki they cümlənin mübtədasıdır. Biz də demişik ki, cümlənin mübtədasını mütləq silmək lazımdır. Deyə sildik. Daha sonra cümlənin zamanını təyin edirik. Did dəyişib ya was ya da ki were eləmək lazımdır. Əlbəttə ki, ondan istifadə olunan mübtədadan asılı olaraq. Cümlənin tamamlığını, yəni məlum növün cümləsinin tamamlığını, the trees-i gətirib məhsulda mübtəda yerinə qoyuruq. Daha sonra isə cümlənin köməkçi feilindən sonra, deməli, köməkçi feil, mübtəda, daha sonra isə xəbərdən istifadə edirik. Köməkçi sözlər hansılar ola bilər? Əmizar ola bilər, cümlənin zamanından asılı olaraq, was, were olar, have, has, had olar, shall, will, would olar və ya modal feillərdən hər hansı biri ola bilər. Cümlənin köməkçi feillərini necə təyin eləyəcəyik? Əgər tutalım ki, sual cümləsində bizə did ilə sual veribsə, bu zaman məhculda was və ya were-dən istifadə eləyəcəyik. Will veribsə və ya shall veribsə, bu zaman will be və shall be-dən istifadə eləyəcəyik. Sadəcə diqqət eləyirsinizsə, mən will ilə be-in arasında boşluq qoymuşam. Yəni be-yi götürüb əvvələ keçirmək olmaz. Be, been, being bunlar olduğu yerində qalır. Əvvələ keçənlər sadəcə birinci hissələrdir. Yəni will be-də be götürüb getmir də əvvələ. Will-in özü keçir, shall be-də shall-in özü keçir bu formada. Əgər cümlədə have has-dirsə, demək ki, have been və has been olmalıdır. Yenə də əvvələ keçən sadəcə birinci tərəfdir. Yəni have ilə has əvvələ keçir. Been əvvələ keçə bilməz. Əgər had-dirsə had been olur. Eləcə də had əvvələ keçir, been əvvələ keçə bilməz. Əmizar üstə gəlsin ing düsturuna uyğun gəlirsə, bu zaman əmizar üstə gəlsin being-dir. Yenə being əvvələ keçməyəcəkdir. Əvvələ əmizar olan hissə keçəcəkdir. Eləcə də was were üstə gəlsin ing düsturuna uyğun gəlirsə, bir cümlədirsə, bu zaman da was were əvvələ keçəcək. Sadəcə olaraq mübtədadan sonra being-dən istifadə edilməlidir. Burada qeyd eləmişəm ki, diqqət eləyək ki, be, been və being-dən istifadə olunanda bunların yeri dəyişməyəcəkdir, eyni qalacaqdır. Məsələn, when will the letters be sent? Burada nə baş veribdir? Will əvvələ keçibdir, be əvvələ keçməyibdir. Onun yeri eyni qalır.
Bir də sual cümlələrində köməkçi feillər mübtəda ilə mütləq uzlaşmalıdır. Bu təkcə sual cümlələri üçün keçərli deyil. Əgər cümlə inkar da olsa belə olacaq, cümləmiz təsdiq də olsa belə olacaq. Köməkçi feil məcburdur ki, mübtəda ilə uzlaşsın. Məsələn, when did she write the letters? Bu cümlədə when olduğu kimi yazdıq. Didi dəyişib ya vuzur eləmək lazımdır, ya da ki, vör eləmək lazımdır. Bunu nə ilə təyin edirik? Cümlənin mübtədası ilə. Letters sözü cəmdə olduğuna görə biz bunu were-lə istifadə etməliyik. Artıq letters sözü cəmdədir. Mən bunu were-lə yazım, belə bir şey ola bilməz. Who yoxsa whom? Bunların fərqi nədir? Who ilə whom-un fərqi ondan ibarətdir ki, əgər cümlədə who-dan istifadə edilibsə sual cümləsində, sözünü cümlənin sonunda gəlməlidir. Whom-dan istifadə edilibsə, sözünü whom-un əvvəlində gəlməlidir. Məsəl üçün, who yazırıq, cümlənin sonuna biz yazmalıyıq. Amma whom-u istifadə edəndə with whom deməliyik. Who yazırıq cümlənin əvvəlinə, by yazırıq cümlənin sonuna. Amma by whom deməliyik. Yəni, sözünü who ilə işlənəndə cümlənin sonunda olur, whom-la olanda whom-dan əvvəl gəlir. Və əgər biz cümlənin mübtədasına tutalım ki, sual veririk, bu zaman mütləq by'dan istifadə edilməlidir. Cümlənin mübtədasına sual verəndə iki cür istifadə etmək olar. Ya who-dan istifadə ediləcək, ya da ki, whom-dan istifadə ediləcək. Fərqi yoxdur. Cümlənin mübtədasına who və ya whom-dan istifadə edirik. Mütləq cümlədə by'dan istifadə edilməlidir, əgər cümlənin mübtədasına sual veririksə. Məsələn, who built this house? Bu evi kim tikdi? Deməli, cümlənin mübtədasına sual veririk. Deyəcək ki, ev kim tərəfindən tikildi? Burada who-dan istifadə edib cümlənin sonuna by yazmasaq səhv sayılacaqdır. Mütləq by'dan istifadə edilməlidir. Eləcə də whom-dan istifadə ediləndə yuxarıda qeyd elədiyim kimi, əgər whom-dan istifadə eləyiriksə, by'ı cümlənin əvvəlinə yazmalıyıq. Yəni, whom-dan əvvələ yazmalıyıq. Mütləq şəkildə by'dan istifadə eləmək lazımdır. Bir də ki, tez-tez istifadə olunan sual tiplərindən biri choose the sentences in the passive voice, yəni məhsul növdə olan cümlələri seçin. Yəni, məhsul növdə olan cümlələri seçmək üçün biz bilməliyik ki, hansılar məhsul növ olmur və bundan da seçə bilək. Gəlin baxaq. Birincisi, cümlənin sonuna tez baxırıq. Əgər cümlənin sonu sifətlə qutarıbsa, demək ki, həmin cümlədə məchul növ yoxdur. Necə? Məsəl üçün, belə bir uzun bir cümlə verilibdir. Nə edirik? Gəlirik cümlənin ən axırında işlənən sözə. Interesting nə deməkdir? Maraqlı deməkdir. Necə sifətdir? Bunu çıxırıq. Bu məchul növ deyil. Və ya ola bilər ki, soruşaq ki, hansı cümlələr məchul növdə deyil? Bunu götürərik. Yəni, uzun sözün qısası, sonu sifət ilə bitən cümlələr məchul növdə olmur. İkincisi, yenə cümlənin sonuna baxırıq. Əgər cümlənin sonu müstəqil əvəzliklər mine, yours, his, hers, ours və s. bunlar olubsa, bunlarla bitirsə, yenə bu cümlələr də məchul növdə sayılmır. Üçüncüsü və ən əsas hissələrdən biri to be istəgənsin participle to düsturuna uyğun olmayan cümlələrdir. Məhsul növün elə mənası budur ki, anlamı budur ki, cümlədə to be istəgənsin participle to olsun. Əgər bir cümlədə to be istəgənsin participle to yoxdursa, tərəflərdən hər hansı bir yoxdursa, demək ki, bu cümlə məhsul növdə deyil. Ola bilər ki, cümləyə to be-ni yazıbdır, sadəcə olaraq participle to-yu yazmayıbdır. Ola bilər ki, cümləyə participle to-yu yazıbdır, sadəcə olaraq to be-ni yazmayıbdır. Fərqi yoxdur. Tərəflərindən hər hansı biri yoxdursa, həmin cümlədə məchul növ yoxdur. Məsələn, the black case found in a car. Burada found istifadə olunub, bu participle to-dur. Sadəcə olaraq, əgər bunun qabağında, görürük ki, bunun qabağında nə yoxdur? To be yoxdur. Demək ki, bu məchul növ sayıla bilməz. Eləcə də, there is, there. Bunların tərsi is there, are there, there was, there were və ya bunların tərsi was there, were there. Bunlar olan cümlələr məchul növ sayıla bilməz. Yəni, görürsünüz ki, are there cars in the street? Cümlə are there ilə başlayıb da çıxırsınız. Bu cümlələr məchul növ sayıla bilməz. Deməli, 4 növ cümlə məchul növ sayılmır ümumiyyətlə. Həmin cümlədə məchul növ yoxdur. Birincisi, deməli, sifətlə bitən cümlələrdir. İkincisi, müstəqil yiyəli əvəzlikləri ilə bitən cümlələrdir. Üçüncüsü, düsturu tam olmayan cümlələrdir. Düsturun hər hansı bir hissəsi əksik olan hissələrdir və dördüncüsü there is, there are, there was, there were tipli cümlələrdir. Və bir də biz this is, that is, this was, that was,
These are, these were bu kimi cümlələrə diqqət edirik. Bu kimi cümlələr həm məchul növdə ola bilər, həm məchul növdə olmaya bilər. Necə seçəcəyik? Əgər fərq yoxdur, bu yuxarıda yazdığım qara hərfli this is, that is, this was və s. Bunlardan sonra isim birbaşa gəlibsə, bu cümlədə məchul növ ola bilər, düstura da uyursa. Amma bu sözlərdən sonra birbaşa təyin edici gəlibsə, yəni isimdən qabaq bir dənə təyin edici. Təyin edicilər nə ola bilər? Artikellar ola bilər, təyin edicilər ola bilsin ki, this, that bu kimi sözlərdir və s. Birbaşa təyin edici gəlibsə, demək ki, bu məchul növdə deyil. Məsələn, was this bike bought yesterday? Bu velosiped dünən alındı. Deməli, bu cümlə məchul növdədir. Hardan bilirik? Was this-lə başlayıbdı. Bu həm this was ola bilər, həm də ki, was this ola bilər. Önəmli deyil. Deməli, özündən sonra bike, velosiped birbaşa nə gəlibdi? Birbaşa isim gəlibdi. Birbaşa isim gəldiyinə görə təyin edirik ki, bu məchul növdür. Əgər was this the bike deyirsə artıq, burada bir təyin edici gəlibdir, yəni de artiklı gəlibdir. Demək ki, artıq burada məchul növ ola bilməz. Bir də ki, ingilis dilində bəzi ifadələr var ki, görünüş etibarilə məchul növə bənzəyir. Yəni, to be üstəgəlsin participle to-ya oxşuyur, amma əslində deyil. Bunlar məchul növ sayıla bilməz. Məsəl üçün, to be situated, to be located, to be interested. Məsəl üçün, I am interested in physics deyirəmsə, burada to be üstəgəlsin. Əslində bu, to be üstəgəlsin participle to düsturuna uyğun gəlir, amma bunlar deməli məchul növ sayıla bilməz. Bir də ki, modal feillərin məchul növdən işlənməyi var. Modal feillər məchul növünə necə işlənəcəkdir? Modal feillər üstə gəlinsin hamısından sonra be yazırıq, be-dən istifadə edirik, daha sonra participle to düsturundan istifadə eləyəcəyik. Yəni modal feillər gəlir, modal feillərdən sonra mütləq be-dən istifadə edilməlidir. Daha sonra participle to gəlməlidir. Məsəl üçün, kəndi cümlədə tutalım ki, məlum növ cümlədə kəndi, cavabda biz kənbi seçməliyik. Tutalım ki, could-dur, cavabda could-bi seçməliyik. Yəni, cavabında mütləq nə olmalıdır? Be-dən istifadə olunmalıdır. Plus participle to gəlməlidir. Onu da deyim ki, kəndisə götürüb artıq could-bi yazmaq olmaz. Çünki kən indiki zamanı göstərir, amma could keçmiş zamanı göstərir. Burada zamanları dəyişmə haqqımız yoxdur. Bir də ki, biz testlərdə nəyə diqqət etmək lazımdır? Bunu öyrənək. Deməli, testlərdə diqqət eləyəcək birincisi be-ni hara yazmaq lazımdır. Be-ni yalnızca have-dən, has-dən və had-dən sonra yazmaq lazımdır. Yəni, have been, has been, had been yaza bilərik. Başqa were been, was been, belə bir şeylər mövcud deyil. Əgər yazıblarsa, həmin variant səhv variantdır. Be-ni yalnızca bitmişlərə yazırıq. Be-yi hara yazırıq? Be-yi yalnızca gələcək zamana və yalnızca modal feillərdən sonra yazırıq. Məsəl üçün, will be yazmalıyıq, shall be yazmalıyıq. Eləcə də modal feillərdən sonra yuxarıda dediyim kimi be yazmalıyıq. Biz artıq be götürüb am be, is be, was be, belə bir şeylər, eləcə də have be, belə bir şeylər demək olmaz. Be-yi yalnızca gələcəyi və yalnızca modal feillərdən sonra yazırıq. Bir də yalnızca davam edici zamanlarda being-dən istifadə edirik. Davam edici zamanlarda ya am being, is being, are being, was being, were being bu formada istifadə etmək lazımdır. Deməli, sadə zamanlarda am, is, are və ya was, were üstəgəlsin being olmaz. Biz bilirik ki, indiki davam edicidə də am, is, are olur. İndiki sadə olsa yenə variantda am, is, are seçməliyik. Sadəcə olaraq indiki sadə olanda təyin eləmək lazımdır ki, əgər həmin cümlə indiki sadədirsə, artıq being yazmırıq. Mən şagirdlərə də deyirəm, əgər verilən cümlədə ing qəbul eləmiş feil vardısa, being yazırıq. Əgər verilən cümlədə ing qəbul eləmiş feil yoxdursa, being yazmırıq. Çünki əgər cümlədə ing qəbul eləmiş feil yoxdursa, demək ki, artıq bu sadə zamandır. Sadə zamanda da am, is, are-ın, eləcə də was, were-ün yanına being yazmaq olmaz. Buna görə də sadə yoxsa davam edici zamanda olduğuna diqqət eləmək lazımdır. Mübtədalar əlbəttə ki, eyni olmaz. Məsəl üçün, Mary ilə başlayıb da artıq variantda da Mary ilə başlamaq olmaz. Mübtəda dəyişməlidir, tamamlıq mübtəda roluna gəlməlidir. Eləcə də by olmadan mübtədanı yazmaq olmaz. Yuxarıda da demişdim, tutalım ki, əgər məchul növ cümləyə mübtədanı yazmaq istəyirik, bu zaman by'dan istifadə eləmək lazımdır. Eləcə də adlıq və obyekt hal olaraq dəyişməyinə diqqət eləmək lazımdır.
Məsəl üçün, adlı hal mütləq obyekt halından əvəz olunmalıdır. Zeyd isə zəminən əvəz olunmalıdır. Şid isə hörnən əvəz olunmalıdır və s. Əgər cümlədə də Zeydi, variantda da Z yazıbdır, bunu düzgün qəbul eləmək olmaz. Bitmiş zamanlarda mütləq bindən istifadə edilməlidir. Bunu unutmuruq. Yəni have been, has been, had been. Sadəcə olaraq bitmiş zamanları bir-biri ilə əvəz eləyəndə diqqətli olmaq lazımdır. Məsəl üçün təyin edirik ki, cümlədə have və ya has vardı, yanında participle to vardı. Artıq variantda bunu had ilə əvəz eləmək olmaz. Öz aralarında əvəz edilir. Yəni ya have ya da ki has ilə əvəz eləmək lazımdır. Eləcə də had olsa, bunu have ilə has ilə əvəz eləmək olmaz. Had-i yalnızca və yalnızca özü ilə əvəz eləmək mümkündür və bütün şəxslərlə də mübtədanın təhliyindən, cəmliyindən asılı olmayaraq had eyni olaraq qalacaqdır. Və cümlənin də işlənən yer zərfliyini gətirib mübtəda eləmək olmaz. Cümlənin yuxarıda da dedik, tamamlığını mübtəda eləyirik. Artıq yer zərfliyini cümlənin mübtədası etmirik. Məsələn, he sent many parcels to foreign countries. Deməli, burada yer zərf xarici ölkələrə çoxlu deməli bagajlar göndərdi, parsa belə qutu, paketlər göndərdi mənasındadır. Deməli, xarici ölkələr işlənibdir burada. Deməli, xarici ölkələrə göndərdi. Bu cümlənin yer zərfliyidir. Artıq cümlənin yer zərfliyini, yəni foreign countries-i gətirib cümlənin əvvəlinə yazıb mübtəda eləmək olmaz. Cümlənin yalnızca tamamlığını mübtəda eləmək lazımdır. O da sent-dən, yəni cümlənin xəbərindən sonra gəlir. Yəni many parcels-la başlamaq lazımdır cümləyə. To foreign countries-lə və ya foreign countries-lə başlamaq olmaz. Eləcə də bizə yalnızca sadə cümlələr verilmir. Bilirik ki, mürəkkəb cümlələr də olur. Mürəkkəb cümlələrdə necə eləyəcəyik? Mürəkkəb cümlələr isə çox sadədir. Mürəkkəb cümlələrdə tamamlığı olan cümləni dəyişirik. Tamamlığı olmayan cümlə əlbəttə ki, olduğu kimi qalır. Çünki yuxarıda da dedik, tamamlığı olmayan cümlələr zaten məchul növə çevrilmir. Məsəl üçün, he realized that she gave a permission. Deməli, burada he realized that bu deməli mürəkkəb bir cümlədir də, elə deyil. He realized hissəsi, burada tamamlıq yoxdur. Tamamlıq olmadığına görə bu hissəni eyni saxlayırıq. Yəni, he realized that-i eyni saxlayırıq. Daha sonra cümlənin tamamlığı olan hissəyə gəlirik. Yəni, bura qədər ayırırıq. She gave a permission-ı normal yuxarıdakı qaydalarla çeviririk məhcul növə. She-yi cümlədən silirik. Permission cümlənin tamamlığını gətirik eləyirik cümlənin mübtədası. Eləcə də zamana uyğun olaraq was və ya were-dən istifadə eləyirik və salam. By her-lə də cümlənin sonuna yazmaq olar. She-yi her ilə dəyişmək, əvəz eləmək şərti ilə. Gəlin bir neçə dənə testə baxaq. 9 illik test toplusundan götürdüyüm testlərdir. Gəlin baxaq. Our pupils use computers at their lessons. Demək, belə bir cümlə verilibdir. Nə edirəm? Birinci cümləyə görürəm ki, hamısında computers-la başlayıbdır. Deməli, elə belə başlamaq lazımdır. Çünki computers cümlənin tamamlığıdır. Gətirib cümlənin mübtədası eləyirik. Bu hissəni istəsəz ayıra da bilərsiniz belə qələmlərinizlə. Sonra cümlənin zamanını təyin eləməkdir. Ən önəmli hissə budur. Use hansı zamanda? İndiki sadə zamanda. Deməli, baxıram A variantı. İndiki sadə zamanda nə olmalıdır? Am, is, are, üstə gəlsin participle to. A variantı are, üstə gəlsin participle to-dur. Bir də yoxlayıram ki, computers-la uzlaşıbmı? Bəli, computers cəmdədir. Burada are yazıbdır. By-la da istifadə eləyibdir. Cümlənin mübtədasını tamamilə düz görünür. A variantı düzdür. Gəlirəm B variantına. Computers-i yazıbdı, amma burada əmizardan istifadə eləməyibdi deyə səhvdir. Çünki use'du yazıbdı, participle to yazıbdı, amma participle to-yun qabağında mütləq şəkildə to be istifadə edilməlidir. C variantı səhvdir. Birincisi have yox, have been olardı cümlədə. İkincisi isə have been olsa belə zaman olaraq uyğun olmayacaqdı. Çünki bu indiki sadə zamandır. Deməli, D variantında were istifadə edilibdi. Yenə keçmişdi, amma indiki sadə zamana uyğun olaraq əmizar axtarmalıyıq. E variantı da ona görə səhv olur ki, are-la been-i biz bir yerdə istifadə etmirik. Been-i yalnızca have, has və had ilə istifadə eləmək lazımdır.
Gələk digər suala. Deməli, she put some pieces of cake on the table. Deməli, burada putdan istifadə edilibdir. Hansı ki, biz buna diqqət etməliyik. Nəyə görə? Çünki put burada keçmiş sadə zamandır. Çünki she ilə əgər putun sonuna s yazmayıbsa, demək ki, bilirik ki, keçmiş sadə zamandır. Yox, əgər she ilə feilin sonuna s yazsaydı, biləcəkdik ki, bu indiki sadə zamandır. Burada deməli, putu təyin edirik ki, keçmiş sadə zaman formasıdır. Cümlə də onsuz da hamısı eyni başlayır. Some pieces of cake. Bura qədər ayırırsınız qələmlə. Daha sonra zamanı uyğunlaşdırırsınız. Mütləq kənara da qeyd yazın. Məsəl üçün was, were üstə gəlsin. Participle to-yu yazın və bir-bir variantları yoxlayın ki, uyğun gəlir, yoxsa gəlmir. A variantı məsəl üçün tamamilə uyğun gəlir. Were üstə gəlsin. Participle to düsturudur. İndi bəlkə deyərsiniz ki, niyə were-dən istifadə olundu? Cake təkdədir. Burada deməli of-dan əvvələ baxmaq lazımdır. Burada pieces-lə were uyğunlaşır, uzlaşır. Ona görə A variantı düzdür. B səhvdir. Birincisi zaman uyğun deyil, ikincisi arından bin işlənməz. C variantı zaman uyğun olsa belə were-ün yanına bin yazmaq olmaz. D variantında ar var, zaman olmur. E variantında isə heç nə yoxdur. To be üstə gəlsin, participle to-ya uyğun variant yoxdur. Digər bir sualda isə deyir ki, did the reporter present all the news? Burada suala düzgün cavab seçmək lazımdır. Suala düzgün cavab seçəndə yes-lə də başlaya bilər, no ilə də başlaya bilər. Yəni artıq bu bizim üçün önəmli deyil. Yəni cümlənin yes-lə, no ilə başlamağı önəmli deyil. Önəmli olan nədir? Birincisi cümlənin mübtədasını tapırıq. The reporter. Biz bunu cümlənin mübtədası rolunda istifadə edə bilmərik. Yəni C variantını silmək lazımdır artıq. Bir də ki, D variantını silmək lazımdır ki, the reporterla başlaya bilməz. Cümlənin tamamlığı gəlib cümlənin mübtədası rolunda olmalıdır. Cümlənin tamamlığı hansı idi? Əsasən üçüncü gələn all the news. Deməli, necə olacaq? Feildən, xəbərdən sonra gələn all the news sözü olacaqdır. Daha sonra nə edirik? Cümlənin zamanına baxırıq. Diddən istifadə olunubdur. Bilirəm ki, was və ya were-dən istifadə eləməliyəm. Baxıram ki, A-da da var was, B-də də var və E variantında da var. Nə edirəm? Yadıma salıram ki, was-la qəti olaraq bin yazmaq olmaz. Demək ki, B variantı səhvdir. Eləcə də was-la yenə bin yazmaq olmaz. E variantı səhvdir. Düzgün cavab qalacaqdır A variantı. Digər bir cümlədə testimizdə choose the sentences in the passive voice, yəni məhsul növdə olan cümlələri seçin. Yuxarıda qeyd eləmişdim, sifət ilə başlayan cümlələr məhsul ola bilməz. There is, there are tipli cümlələr məhsul növü ola bilməz. Cümlənin sonunda müstəqil əvəzlik varsa məhsul növü ola bilməz. Birincisində cümlənin tez sonuna baxıram. Baxıram ki, chip işlənibdir. Chip ucuz deməkdir. Necə sifətdir? Demək ki, bir ola bilməz. Bir də ki, gəlirəm, üçüncüsünə baxıram ki, R-Z-yə işlənibdir. Z-yə arda ola bilər, R-Z-yə də ola bilər, fərqi yoxdur. Bununla başlayan cümlə məhsul növ ola bilməz. Deməli, məhsul növ deyil, 1 ilə 3 məhsul növ olmayacaqdır. 1 ona görə ki, sifətlə qutarıbdır. 3 də ona görə ki, R-Z-yə tipli cümlədir. 2 ilə 4 isə düzgün variantdır. Və digər bir testimiz nobody made a search for the information on statistic on the internet. Yaxşı, deməli cümləmiz necə cümlədir? Nobody vardı, yəni inkar cümlədir. Demək ki, cümlənin inkarlığı qorunub saxlanmalıdır. Demək ki, variantdan təsdiq cümləni silməliyəm. Baxıram ki, E variantı təsdiq cümlədir. Bunu sildim. Bir cümlədə iki inkarlıq olmaz. Baxıram ki, D variantında wasn't-dan istifadə edilibdir. Üstəgəl nobody-dən istifadə edilibdir. Bir cümlədə iki inkarlıq olmaz. D variantında silirəm. Sonra cümlənin əlbəttə ki, zamanına uyğun olaraq saxlayıram. Sadəcə olaraq burada bir qədər fərq var. Deməli, indi ona baxacağıq. Deməli, made-ə baxacağıq. Made hansı zamandır? Keçmiş zamandır. Was, were-dən istifadə edilməlidir. A variantı was qalsın. Sadəcə olaraq qala bilmir. Niyə qala bilmir? Çünki burada bindən istifadə edilibdir. Was-un yanına bin yazmaq mümkün deyil. Demək ki, A variantı da getdi, silindi. Gəlirəm C variantına baxıram ki, nə was var, nə də were var. Burada sadəcə is-dən istifadə edilibdir. Is də olmaz, çünki cümlə keçmiş zamandadır. Ona görə düzgün cavabımız qalır. B variantı was üstə gəlsin participle to düsturundan cümləni də yoxlayıram. İnkardır, bəli inkardır, cümləm inkardadır. Zaman da uyğun gəlir. Demək ki, variantım düzgündür.